Xəbər verdiyimiz kimi, ötən gün xalq artisti, şöhrət ordenli aktrisa Afaq Bəşir qızı nəvəsi Bəşir üçün təntənəli ad günü mərasimi təşkil edib. 15 yaşına qədəm qoyan Bəşirin xoş gününə qohumları və dostları ilə yanaşı sənət nümayəndələri də qatılıb. Aparıcılığı əməkdar artist Vasif Məhərrəmliyə həvalə edilən məclisə Afaq Bəşir qızı nəvəsi ilə birgə zala daxil olub. Xalq artisti qonaqları salamladıqdan sonra ürək sözlərini deyib. Mənim üçün çox əziz gündür. Bəşirimin 15 yaşı tamam olur. Çoxdandır nəvəmin doğum gününü toyundan öncə təntənəli qeyd etməyi arzu edirdim. Bu xoş günümü mənimlə bölüşdüyünüz üçün hər birinizə təşəkkür edirəm. Məclisdə show biznes əhlinin ifa etdiyi bir-birindən gözəl mahnılar şənliyə xüsusi rəng qatıb. Ölkənin super ulduzu, əməkdar artist Röya Ayxanın məclisə təşrif buyurması isə qonaqların xüsusi marağına səbəb oldu. Değerli dostlar, Röya. Ne güzelsin. Tanışlar, dostlar, beni bu dar günde yalnız koydular. Alkışlarınız. Bana kulak aslan, sana gitti benden. Önkür bağlardı, gözüm olsaydı. Bana kulak aslan, sana gitti benden. Önkür bağlardı, gözüm olsaydı. Belki de sevmedi, azında bilmedi. Benimle gelmedi. Dördeşliyim. Koyuram üstüne, dedim ki koyma üstüne, asasla gel, sen bana can sağlığı lazımdır. Hadi dualarımın doyunda inşallah, inşallah. Allah kısmet eləsin, Allah rəhm eləsin, ben iştirak edeyim. Öpürəm canım. Gel buraya kardeş, gel. Maşallah balacaydı, yanımızdadır. Bəli. Bizden hündürdür. Kardeş, senin güzel kötüyün var, tohumun var. Bu çok ciddi bir şeydir. Sen güzel adın var. Seni şekeri divanda görende kapını tuttu kimse duyanda geliyor asmana belki geldim yüreğim tuttu gönül her defa seni şekeri divanda görende kapını tuttu kimse duyanda geliyor asmana belki geldim. Olsun beşinin boyunu almasın inşallah inşallah. Başa ece
ölmesin, yüreği ölmesin. Yüreğim tuttu, eğilir her defa. Senin şeklini divanda görende. Kapını tuttu, kimse bilende. Gelin açmada, belki geldim. Yüreğim tuttu, eğilir her defa. Senin şeklini divanda görende. Kapını tuttu, kimse bilende. Gelin açmada, belki geldim. O gün olsun beşinin dolayını almasın. İnşallah, inşallah. Başa ece. Ən maraqlı görüntüləri izləyib ölkə gündəmindən məlumatlar əldə etmək istəyirsinizsə, Orxan Şirinli TV yazıb abunə olaraq bildiriş butonuna basmağı unutmayın.